Qoç bürcünün adamları bu həftə səbirli olmalıdır, emosiyalarını toplamalıdırlar. Hər şey yaxşı olacaq. Özdə ailə mövzusuna gələndə çox səbirli olun. Boğa bürcünün adamları üçün bu həftə gözlənilməz maddi durumları yaxşı olacaq, gəlirləri olacaq. Səbirli olsunlar. Gözlənilməz onlar üçün də uğur gözlənir. Əkizlər bürcləri üçün bu həftə qərarsızlıq sizi yora bilər. Amma ki, səbirli olun. Qərarı tez verməyin, hər şey yaxşı olacaq. Xərçəklər üçün bu həftə keçmiş mövzular yenilənə bilər, amma lazım deyil. Söhbəti bağlamaq lazımdır, məqam çatıb. Şir bürcləri üçün deyim, bu həftə bunu əminliklə deyirəm. Gözü yumulu siz risk edin. Hansı bir işə addım atsaz və qorxduğunuz, çəkindiyiniz belə iş olsa da belə, bu işdə siz bu həftə udacaqsınız. Risk eləməyə dəyər. Qız bürcü üçün bu həftə illərdir gözlədiyin xəbəri eşidəcəksiniz və tezliklə xeyir xəbər eşidəcəksiniz. Yaxşı olacaq, arzunuza çatacaqsınız. Tərəzi bürcləri üçün bu həftə çalışın, bu həftə ünsiyyət qurduğunuz adamlarla, qarşınıza gələn adamlarla dürüst olun və bu həftə hansı planlarınız olur olsun, reallaşacaq, uğurlu olacaq. Sadəcə olaraq səbirli olun və səmimi olun. Əqrəb bürcü üçün bu həftə gizli gərginlik, ürəyinizdə saxladığınız, heç hara, heç nəyə, heç kimə demədiyiniz sirlərinizi bu həftə biruzə verib etiraf edə bilərsiniz. Daha bunu ürəyinizdə partlatmayın da, hər şey yaxşı olacaq. Oxatan bürcləri üçün bu həftə, keçən həftə də elə çıxdı səyahət və bu həftə inşallah onların qismətində uzaq səyahət, gözəl günlər və gözəl dostlarla ünsiyyət qurmaq, tanışdıq və uğur onlarlandır. İllərdir arzusunda olduğu işləri belə ağlına gətirmədiyi, bacara bilmədiyim deyəcək bir işi bacarıb həyata davam edəcəklər. Biraz da səhhətlərindən narahatam, özlərinə diqqət eləsələr, laf yaxşı olar. Oğlaqlar üçün bu həftə yorğun həftə görürəm və işlər çox ola bilər. Enerjinizi düzgün bölün. Dolçalar üçün də bu həftə uğurlu bir həftədir. Yeni layihə ala bilərsiniz və yeni iş təklifləri ola bilər sizə. Balıqlar üçün bu həftə deyə bilərəm ki, bəsdir işlədiyiniz, çalışdığınız və biraz özünüzə istirahət verin, sağlamlığınıza diqqət edin.